Deməli, gördüyünüz kimi bizim verilişimiz bitir və hansı məkandadır ki, remont bitdi, məkan işləyir, gələ bilərsiniz, evinizin təmiri, evinizə nə lazımdırsa Namid qardaşımızın şirkəti BMNS sırf sizin üçün xidmətdə. Və bunun rahatlığı, bunun necə olmağında verilişdə hər şey sizə göstərdi. Sizdən nə lazımdır, sadəcə olaraq gəlmək Əhməd Rəcəbliyə və eviniz üçün nə lazımdırsa Namid qardaşım hansı zövq olur olsun fərq etməz. Təmin edəcək. Bəli. Müxtəlif zövqlər də olsa, müxtəlif çeşidlərdə məhsullarımız var, lüstrlərimiz var, maqnetik profillər var, rozetka kulçator var. İstəyə görə, zövqə görə hər bir şey var. Seçim çox böyükdür və hər zövqə uyğun nəsə var. Bəli. Sadəcə olaraq gəlib seçmək lazımdır. Buradakı mövzumuz nədir? Bu dükandan başqa hamıya maraqlıydı ki, Namid qardaşımız necə oldu ki, bu yerə gəldi, çıxdı. Adi rayondan, kənddən bir oğlan, hansı ki, pambıq yığmaqla məşğul idi, xəyalları var idi və bu günləri inşallah ki, gəlib düşür hansı bir nöqtəyə və burada da məqsədləri böyükdür. İnşallah sənə uğurlar arzu edirəm. Təşəkkür edirəm. Çox sağ ol ki, bizim verilişdə motivasiya, öz fikirlərinlə, yəni biznes düşüncələrinlə bölüşdün. Bilsən də çox insan var, uğur qazanır biznesdə, ancaq bölüşmək istəmir. Ancaq sənə təşəkkür bildirirəm ki, sən bizim verilişdə motivator olaraq çıxış elədin və çox insana motivasiya verdin. Biz də sizə təşəkkür edirik. Şirkətimiz adından, komandamız adından motivator olaraq bizim üstümüzün bulaşıq olduğu vaxtından və bu günə qədər yanımızda oldunuz, dəstəkçimiz oldunuz. Minnətdarıq sizə və sizin komandaya. O işi partnyorluğumuz inşallah davamlı olacaq. Yəni bizi izləməyə davam edin. Bizim kanala abunə olun və bizim necə deyirlər, o gələcəkdə də çəkdiyimiz uğurlu insanları birlikdə tanıyaq və birlikdə inkişaf edin qardaş. İnşallah. Oldu, çox sağ ol. Sağ olun. Özlə müğayət olun. Görüşərik. Təşəkkür edirəm.